qabaq ayıb bilərdilər. Evdə qadın, kişi artıq bir hərəkət eləyəndə qonşular onu qınayardı. Valideynlər onu qınayardı. Bilirsiniz? Bir epizodu deyim, mən bu məsələyə. Mənim bacım var idi, indi dünyasını dəyişib, adı da Elmirə idi. Atam mənim atam, yaman çox istəyirdi. Deməli, biz 8-9 baş ailə olmuşuq. Dəqiq say demirəm ki, gözə gələrik. Böyük ailə olmuşuq da, kənd ailəsi olmuşuq. Böyük bacımdır, ilkidir, atamın ilki. Çox istəyirdi atam onu, həddən ziyadə çox istəyirdi. Ərə verildi, getdi. 1-2 ildən sonra evdə nəsə söhbət olub yoldaşı ilə. Azıqlanıb, azıq eləyib, durub gəlib. O mənim nənəmin, ata nənəmin yanında qalırdı. Durub gəlib bura. Axşam oldu. Nənəm deyir ki, ay qızım, nə getmirsən eşiyivə? Deyir, yox, getməyəcəm da. Necə getməyəcəm? Nə getməyəcəm da. Bəs yoldaşım mənə belə dedi, filan dedi, Bəhman dedi. Dedi, yaxşı. Mən deyən, atı o səni çağırırım. Zəng onda zəng zadı yoxdur. Bir aytin içində dedi ki, oğlunu çağırır mənim atamı. Deyir, bu sənə istədiyin qızın evindən açıq eləyib. Deyir ona ki, Elmirə, sən bilirsən, mən səni özümdən artıq, canımdan artıq istəyirəm. Sən belə hərəkət əvvəla eləyə bilməzsən. Mən varam. İkincisi, heç eləməzsənlə. Gənə mən varam, atom. Dur, başını saçığa, geri çıx gedir. Ən əziz, ürəyi qədər, canı qədər istədiyi övladı bir gündə qoymadı qalsın. Atası evində qoymadı. Ged evində, ocağında qal.